Maddə 118. Pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilərin əmək məzuniyyətlərinin müddətləri. 1. Aşağıdakı işçilərə əmək məzuniyyəti 56 təqvim günü müddətində verilməlidir. A. İllik normanın 1/3 hissəsindən az olmamaqla pedaqoji iş aparan təhsil müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, təlimatçılarına, dərnək və musiqi rəhbərlərinə, konsertmeysterlərinə, akkompaniatorlara, xormeysterlərə və başqa musiqi işlərinə. B. Bütün ixtisas və adlardan olan müəllimlərə, məşqçi müəllimlərdən başqa. C. Uşaq birliyi rəhbərlərinə, magistrlərinə, praktik psixoloqlara, loqopedlərə, surdopedaqoqlara. C. Təhsil müəssisələrinin tərbiyəçilərinə, ümumi təyinatlı internat tipli ümumi təhsil məktəblərinin, internat tipli liseylərin, internat tipli gimnaziyaların, inteqrasiya təlimli internat tipli ümumi təhsil məktəblərinin, xüsusi ümumi təhsil məktəblərinin, internat tipli xüsusi ümumi təhsil məktəblərinin və internat tipli sanator ümumi təhsil məktəblərinin tərbiyəçilərindən başqa. Eşitmə kabinetlərinin təlimatçılarına, dərnək rəhbərlərinə, hərbi rəhbərlərə, bədən tərbiyəsi rəhbərlərinə. D. Sosial müdafiə orqanlarının və tibb müəssisələrinin bilavasitə pedaqoji fəaliyyətlə məşğul olan işçilərinə. Y. Elmi müəssisə və təşkilatların, habelə ali təhsil müəssisələrinin elmi tədqiqat bölmələrinin elmlər doktoru, elmi dərəcəsi olan əməkdaşlarına, rəhbərlərinə və onların elmi işlər üzrə müavinlərinə, elmi katiblərinə. Ə. Müvafiq elmi şuranın qərarı əsasında müstəqil elmi tədqiqat işləri aparan elmi işçilərə. 2. Aşağıdakı işçilərə əmək məzuniyyəti 42 təqvim günü müddətinə verilməlidir. A. Uşaq evlərinin, məktəbə qədər təhsil müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, tərbiyəçi müəllimlərinə, metodistlərə, defektoloqlara, loqopedlərə, musiqi rəhbərlərinə və psixoloqlara. B. Metodika kabinetlərinin və mərkəzlərinin rəhbərlərinə, metodistlərinə və təlimatçılarına. C. Ümumi təyinatlı internat tipli ümumi təhsil məktəblərinin, internat tipli liseylərin, internat tipli gimnaziyaların, inteqrasiya təlimli internat tipli ümumi təhsil məktəblərinin, xüsusi ümumi təhsil məktəblərinin, internat tipli xüsusi ümumi təhsil məktəblərinin və internat tipli sanator ümumi təhsil məktəblərinin tərbiyəçilərinə. C. Məktəbdən kənar uşaq müəssisələrinin dərnək rəhbərlərinə, kütləvi işçilərinə. D. Məşqçi müəllimlərə. Y. Elmi müəssisə və təşkilatların, habelə ali təhsil müəssisələrinin elmi tədqiqat bölmələrinin fəlsəfə doktoru, elmi dərəcəsi olan əməkdaşlarına, rəhbərlərinə və onların elmi işlər üzrə müavinlərinə, elmi katiblərinə. Maddə 118.1. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əlavə məzuniyyəti. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə bu məcəllənin 21-1-ci maddəsi nəzərə alınmaqla əsas və əlavə məzuniyyətlərinin müddətindən asılı olmayaraq 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir. Maddə 119. Fizioloji keyfiyyətləri ilə bağlı işçilərin məzuniyyətlərinin müddətləri. 1. Yaşı 16-dan az olan işçilərə əmək məzuniyyəti 42 təqvim günündən, 16 yaşından 18 yaşınadək işçilərə isə 35 təqvim günündən az olmayaraq verilir. 2. Orqanizmin funksiyalarının pozulması faizindən, səbəbindən və müddətindən asılı olmayaraq işləyən, əlilliyi olan işçilərə əmək məzuniyyəti 42 təqvim günündən az olmayaraq verilir. Maddə 120. Xüsusi xidmətləri olan işçilərin əmək məzuniyyətlərinin müddəti. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə 1990-cı ilin 20 yanvar hadisələri ilə hərbi xidmət vəzifələrini, xidməti vəzifələri yerinə yetirməklə və ya Çernobıl AES-də hərbi xidmət vəzifələrini, xidməti vəzifələri yerinə yetirməklə əlaqədar səbəblərdən əlilliyi olan işçilərə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış işçilərə
Döyüş əməliyyatı aparılan bölgədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçu olmuş işçilərə, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət, yaralanma, travma və ya kontuziya almış işçilər, Azərbaycan Respublikasının Vətən müharibəsi qəhrəmanlarına, Azərbaycanın milli qəhrəmanlarına, Sovet İttifaqı qəhrəmanlarına, Azərbaycan Respublikasının ən yüksək təltifi ilə İstiqlal ordeni ilə, habelə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olmuş işçilərə məzuniyyət 46 təqvim günündən az olmayaraq verilir. Maddə 121. Teatr, tamaşa və bunlara uyğun digər müəssisələrin işçilərinin əmək məzuniyyətləri. Teatr, tamaşa müəssisələrinin televiziya, radio və kinematografiya qurumlarının bədii və artist heyətlərinə əmək məzuniyyəti 42 təqvim günü, bilavasitə səhnəyə xidmət edən işçilərinə isə 35 təqvim günü müddətində verilir. 17-ci fəslin sonu.